Ay Ayvaz, biraz tez oldu. İşte yemək yeməmişəm. Baş üstə. Bizə gəldin. Gülçər qızım, gəl sən də ye. Dərslərimi bitirirəm ana. Siz başlayın, mən gəlirəm. Mən başa bilmirəm. Bu qız oxuyub nə yemək fikri var? Niyə elə deyirsən ay kişi? Bəyəm oxumağın nəyi pisdir ki? Sənin nəstəyən olmadı. Səsini kəs yeməyi ye. Hə, bir də şey, bu gün bacım yığmışdı. Xeyr ol, onu niyə? Xeyirdir, xeyirdir. Elvin var ya, bacım oğlu. Ülkəyə vurulub neçə vaxtı? Necə? Sən nə danışsan ay Akif? Özündə sənsən? Elvin Ülkənin qardaşı deyə qardaşı. Qardaş hardan oldu? Bibisi oldu. Yaxşı, bəs sən nə dedin? Nə deyəcəm? Mən bacımın sözünü içəri salaram, razılaşdım. Ay Allah, Akif, sən nə danışırsan? Ağzından çıxan heç sənin qulağın eşidir. Niyə Ülkərə demədin? Bəlkə istəmir qız heç. Başa düşmədim, qız mənim deyil. Bu evdə qərarları mən verim. Nə vaxt da mənim sözümün üstə söz qoyulub? Nəş olsun. Çox sağ ol qızım, gəl sənə də olsun. Çox sağ ol, dərslərimi bitirdim. Birazdan yenə başlayacağım. Ana, yaxşısan? Yaxşıyam qızım, sən yeməyini ye. Yaxşıdır qızım, yaxşıdır. Hətta daha əvvəl dediyim xəbərdən sonra daha da yaxşı oldu. Nə xəbərdir öyle ata? Denə mən də sevinim də. Deyim də qızım, Elvin var ya, bibin oğlu. Səhər vurulubsa belçi gəlirlər. Necə? Elvin, mənim qardaşım kimi olan Elvin? Sən qardaşın nereden olur o? Bibin oğlu değil, bibin oğlu. Hadi ata, nə fərqi var? Ha qardaş, ha bir oğlu. Ülker, sən deyirəm ki, sən bibin oğludur. Qardaşın deyil. Bir neçə dəftər kitabı yığışdır, bəs bu qədər sən oxuma. Ata. Bir də özünə cehiz alıyor. Qurban olum hayata, eləmə, xahiş edirəm, yalvarıram. Qıza bax, qudurmuş. Rədd ol oğula. Akif, yaxşı da bəlkə bir də fikirləşə, istəmir axı qız. Sən söz düşmür bu evdə. Qız ötür rədd ol otaqdan. Ata, qurban olum, xahiş edirəm hayata. Adamı mən evlənmək istəmirəm, xahiş edirəm ata. Ülker, bilirsən nə oldu? Ülker, sən nə ağlayırsan? Atan nəsə dedi, hə? Bənövşə. Ülker, qorxutma məni, nə olub? Atam mənə ərə verir, Bənövşə. Ülker, nə danışırsan sən? Nə ərə vermək? Zarfat edirsən də. Öz də bilirsən kim Bənövşə? Bibim oğlu Elvin. Sən nə deyirsən Ülker? Səadət xalanın oğlunu deyirsən? Hə, o sən qardaşın deyə. Bənövşə, xahiş edirəm. Qurban olum, mənim tək ümidim sənsən. Xahiş edirəm, mənə kömək edin. Ülker, atam məni öldürər. Qurban olum, Bənövşə. Atam məni öldürər, mən qorxuram. Mənə kömək edin, xahiş edirəm. Bənövşə, kömək edəməm. Sən əldə dəftər çapası zarıyırsan? Açım, bildim deyil. Ay bala, sən bizim ailə məsələmizə qarışma. Sən düşməz bu işlər. Oğlum hayatım, görmürsünüz necə ağlayır. Nə olar eləməyin. Qızım, sənə deyirəm ki, bizim məsələlərə qarışma. Eləmə ki, ataba deyim, qılçalarını görsün. Bir də bu evə gəlmə. Eləməyin. Özünə gəl. Ülker qızım gəl, bax gəl, gəl ceyin. İstəmirəm dayana. İstəmirəm. Xahiş edirəm, birimiz başa düşün də məni. İstəmirəm də, mən oxumaq istəyirəm. Ay Ülker, niyə belə eləyirsən axı? Sən nə elə bilirsən? Hələ indiyəcən oxudan şükür eləməlisən, sən? Yaşın da onsuz çatıbdır. Hələ sən yenə Elvini tanıyırsan, mən heç atanı tanımırdım. Elə əsas da problem burasındadır dayana. Ay Ülker, niyə belə eləyirsən axı? Niyə əziyyət verirsən? Onsuz da geyinəsən də bunu. Gəl day geyin. Atan gəlib əsəbləşəcək. Ana, qurban olum, xahiş edirəm, istəmirəm. Mən oxumaq istəyirəm. Başa düşdü məni. Qurban olum, ay ana. Kaş bir möcüzə olsa. Məni bu ağ kəfəndən xilas eləsə. Niyə heç kim məni başa düşmür? Mən oxumaq istəyirəm. Ne güzel olmuş Ölçer. İnan bana, sen çok hoşbəxt olursun. Mənə çox maraqlıdır ki, istənməyən bir şey insanı necə xoşbəxt eləyir. Ölçer, indi belə deyirsən, amma gələcəkdə hər şey sən düşündüyündən daha yaxşı olacaq, inan bana.
Ay Elvin, niyə başa düşmürsən? Mən səni istəmirəm. Mən oxumaq istəyirəm, oxumaq. Ülkər, hər şey üçün çox gecdir. Özün yaxşı bilirsən. Elvin, sən heç utanmırsan? Mən sənə qardaş deyirdim. Sən özünə bunu necə sığışdıra bilirsən, hə? Həddi baş bu Ülkər. Əsəbləşirəm. Əsəbləşib nə edəcəksən? Döyəcəksən, ya söyləyəcəksən? Siz niyə başa düşmürsünüz? Mən deyirəm ki, oxumaq istəyirəm, oxumaq. Ay oğlum, nə səs çıyarsınız? Heç də dayıcan, heç də. Ülkərlə biz çox sevirik. Hə, lap yaxşı. Hazırlaşın, birazdan qonaqlar gələcək. Baş üstə dayıcan, baş üstə. Gözünü yığışdır Ülkər. Biz gözünü yuh, birazdan qonaqlar gələcək. Qonaqların qarşısına belə çıxma. Ölmüşəm. Qurban olum, nə söylərlər? Mən istəmirəm evlənməyi, xahiş edirəm, ay mən ölmüşəm. Açma qabaq, nə olur sus. Buyurun, xoş gəldiniz. Xoş gördük, xoş gördük. Xoşbəxt olsunlar. Çox sağ ol. Otur olsun, otur balarını koy. Gəl, bax, benim rəhliman oynayaq. Ay Allah, ay Allah. Gəl, sakın sən. Bir yastıqda qazanası. İnşallah ayağınız düşərli olsun. Zaten ayağınız sevimlisi olsa. Güzellik səni gözəl yaraşdırır. Gözəllik, gözəllik. İnşallah başlasın. Ülkər, mənim pencək. Bu nə itiqə sonu? Başa düşmə. Nə olub mənim günah? Necə yəni nə olub? Bu nə geyindi? Özünü kimə göstərdiniz? Nə var mənim geyimimdə? Mən bir xanım kimi toyda hamıdan fərqlənmək və gözəl olmaq istəyirəm. Bunun nəyi pisdir? Bax Ülkər, sən deyəsən mən başa düşmərəm. Sən mən bu cəhdə biabır eləməzsən. Necə yəni başa düşmərəm? Deyirəm bu geyimdə getmək olmaz, bu qədər. Sən kimsən, mən səndən icazə alıram. Sənin nə dəxlisi var, mən nə geyinib nə edirəm, hə? Başa düşmədi? Buna danışdın məndən danışsın. Ümumiyyətlə bilsən nə var? Getmirsən heç yerə. Vəssalam. Sən bir qadının nifrətini onun geyim tərzini ölçürsənsə, mən sənə kişi kimi baxmıram. Özümü yığışdır. Bu nə danışıqdır məndən Sən danışırsan? kimsən, mən el qaldırırsan? Hansı oğlan mən el qaldırırsan sən? Kimə mən? Hə? Gedəyin qatağı yanlar. Belə danışan zaten. Akif dayı. Gəl. Ay bala, nə olubdu? Akif dayı. Bu günə qədər sizin xətrinizə mən bu qızın bir sözünü hiç eləməmişəm. Amma bu qədər olmaz. Mən bu evliliyə son deyirəm. Ay bala, sən nə danışsan, nə son vermək, sonra nə deyərlər axı bu qıza? Ay ana, sən niyə ona yalvarırsan, Səsini kəs! Sən qudurmusan? Əlinin sözündən çıxarıb böyümüsən? Elvin oğul. Nə var? Uşaqdır. Yolu bir hər şey düzələcək. Hər ailədən məsələ olur. Zaman vaxtı olur da bala belə şeylər. Qurban olaram, yola ver ki. Hamısı mənim günahım. Qurban olum köməyimə. Səfər susmayacam. Söz verirəm köməyimə. Həqiqətən. Atam gəlir. Tez ol. Atsınlar. Allah, qaynar xəstə. Mənim rəfiqəm məişət zorakılığına və erkən nikaha məruz qalıb. Xahiş edirəm, kömək edin. Aygül, hələ bayaq bilsən nə oldu? Deməli, imtahan zalından çıxanda çox həyəcanlıydım. Havanın birinə ayağım dəydi. Hava belə çöldü, o qədər tərs-tərs baxdı. Qorxdum ki, yenə bəxtsizlik tutacaq, yenə nəsə olacaq. Nə bilim, Bənövşə, yaxşı ki varsan. Bəlkə də sən o gün gəlib mənim həyatımı xilas etməsəydin, mən indi nə vəziyyətdəydim. Səni çox istəyirəm. Ay İlker, əvvəlki günləri danışmağın mənası yoxdur. Gəl gələcək sabah.
düz deyirsən. Yeni kofe şapası. Mütləq ora getməliyik. Mütləq getdik. Mən Ülker. 16 yaşda erkən nigahın qurbanı oldum. Sustum və qorxdum. Amma anladım ki, bu həyat mənimdir. Sıfırdan başladım. Gücləndim və yox deməyi öyrəndim. İndi istəyirəm ki, heç bir qız susmasın və öz həyatını özü seçsin.